Herkese salam. Bugünkü vlogda Isaac Induction Stage təcrübəmi sizinlə bölüşəcəm. Gəlin günə birlikdə başlayaq. Səhər gün yeni açılırdı və mənim üçün maraqlı bir gün başlayırdı. Burada havanın hələ açılmadığını çəkirəm. Daha sonra hər zamanki kimi günə bir stəkan çayla başladım. Sonra isə hazırlaşmağa başladım. Makyaj edərkən biraz bugünkü mərhələ haqqında düşünürdüm. Burada artıq hazıram. Bugünkü induction üçün rahat və səliqəli bir geyim seçdim. Yolda olarkən biraz Isaac haqqında danışım. Isaac gənclər üçün beynəlxalq imkanları yaradan, liderliyi və şəxsi inkişafı ön planda tutan qlobal bir təşkilatdır. Dünyada 100-dən çox ölkədə fəaliyyət göstərir. Burada isə metroya daxil oluram. Isaac-ə qoşulmaq bir neçə mərhələdən ibarətdir. İlk olaraq müraciət və müsahibə mərhələsi olur. Siz bu mərhələləri uğurla keçdikdən sonra siz artıq son mərhələ olan induction stage-ə dəvət olunursunuz. Induction mərhələsində siz Isaac-in mədəniyyətini, dəyərlərini və iş prinsiplərini artıq daha yaxından tanıyırsınız. Sözün düzü, mən intervyu mərhələsini keçəcəyimi düşünmürdüm. Çünki bu mənim artıq ikinci cəhdim idi. İlkində kəsilmişdim təəssüf ki. Ancaq bu dəfə şans məndən yana idi və o mərhələndə uğurla keçdim. Ümid edirəm ki, sonuncunda belə uğurla keçərəm. Burada artıq Globus Centerə çatdıq. Bilməyənlər üçün Isaac Globus Center'ın 13-cü mərtəbəsində yerləşir. Eyni zamanda siz bu mərtəbədə GİKM, bir könüllü, ASAP, Age, Baku kimi təşkilatlarda görə bilərsiniz. Mən həmçinin GİKM-da 2 aylıq bir təcrübəm olub. Burada təxminən 10-15 dəqiqə gözlədikdən sonra bizi içəri dəvət etdilər. Ancaq təbii ki də mən bu 10-15 dəqiqə ərzində boş durmadım, yeni insanlarla tanış oldum. Burada artıq tədbir başlayıb və bizə Isaac-in ümumiyyətlə tarixi, departamentlər haqqında ətraflı məlumatlar verdilər. Ortam çox səmimi və rahat idi, hər kəs çox enerjik və pozitiv idi. Onlar danışırdı və mən daha da həvəslənirdim. Daha sonra workshoplar və interaktiv tapşırıqlar oldu. Bu hissə xüsusilə maraqlı idi, qrup şəklində işləyirdik. Ortamdan da görə bilərsiniz ki, hər kəs necə pozitiv və gülər üzdür. Və beləliklə təxmini 5 saat davam edən induction mərhələsi sona çatdı. Burada artıq evə doğru yola çıxdım. Qatarın gəlməsini gözləyərkən də ümumi günü dəyərləndirdim. Düşünürəm ki, çox aktiv idim. Ac olduğumun fərqinə varıb çıxışda yemək yeməyə gəldim. Yəni demək olar bu mərhələnin ən çətin hissəsi 5 saat ac qalmaq idi. Yaşı gözümdən kiçik atışdırmalıqlar götürmüşdüm. Burada artıq yemək yeyə biraz işlərimi görürəm. Daha başqa könüllü axtarışındayam. Həmçinin qabaqda bir müsahibəm var, ona da eyni anda hazırlaşıram. Eyni zamanda imtahan ərəfəsidir, imtahanlar da bir tərəfdən. Yəni qısaca dolu bir həftə həm sizə həm məni gözləyir. Isaac-in induction stage-i gözlədiyimdən daha maraqlı və interaktiv keçdi. Yorğun, amma çox məmnun şəkildə evə qayıdıram. Əgər bu tip videolar sizə faydalı və maraqlı gəldisə, mütləq davamı olacaqdır. Videomu bəyəndinizsə, like etməyi və fikirlərinizi paylaşmağı unutmayın. Hələlik!